21 Azər Hərəkatının yaranmasından, milli hökumətimizin təşəkkülündən 80 il keçir. Bəzi tədqiqatçılar, bəzi fədailərimiz bu hökuməti, Pişəvərinin yaratdığı milli hökumətimizi məğlub bir hökumət kimi qələmə verirlər. Ancaq mən əsla bununla razı deyiləm. Milli hökumətimizin bərqərar olduğu bir il, yəni 1945-ci ilin dekabrın 12-sindən 1946-cı ilin dekabrın 12-sinə kimi olan müddət bizim gələcək istiqlaliyyətimiz, hürriyyətimiz yolunda bir mənbə rolunu, əsas rolunu oynayacaq və düşünürəm ki, bu hərəkat heç də məğlub bir hərəkat deyil. Bu toxucu fabrikası yenicə tikilmişdir. Bu il içərisində baş verən bütün hadisələr, görülən bütün işlər xalqın həyatında tam bir yenilik idi. Bunların 8 ay içərisində edildiyini düşünərkən insan inanmaq istəmir. 21 Azər hərəkatını yetişdirən səbəblər vardı. 1940-cı ildən etibarən, yəni 1941-ci ildən götürə bilərik, 2-ci Cahan Savaşının Sovet fasasına keçdiyi dövrdən Rıza Şahın Almaniyaya meyl eləməsi, İranda əyalətlərdə, eyni zamanda Güney Azərbaycanında, Təbrizdə, onun ətrafında, civarında olan şəhərlərdə, digər əyalətlərdə istibdadın hökm sürməsi, irticanın millətimizə verdiyi zülüm, ana dilində danışmamaq üçün İranın hər bir oyundan çıxması, yəni bütün bunlar hamısı yığıldı və böyük bir etiraza səbəb oldu. Bizim 21 Azər hərəkatına aparan yollar bax bu səbəblərdən keçir. Yeni xəstəxanalar açılmışdı. İlk dəfə idi ki, xəstəxana xalq nümayəndələrini, bu sadə insanları qəbul edir və onlara şəfqət göstərirdi. İlk növbədə yaralı döyüşçülərə, qəhrəman fədailərə xidmət edilir. Azərbaycanlı qadın öz ana dilində təhsil almaq üçün ilk dəfədir ki, məktəbə gəlmişdir. Keçmişdə o, bunu ağlına belə gətirə bilməzdi. Ana dilində yazmaq, oxumaq, bu xalqın arzusu idi. Niyə Pişəvəri? Əslində inqilabi ruhuna görə, radikallığına görə, inatkarlığına görə, prinsipiallığına görə Seyid Cəfər Pişəvəridən öndə olan fədailər, insanlar var idi. Qulam Hüseyin Beqdeli, Mir Mehdi Çavuşi, ondan sonra Əli Azəri, gənc prokuror Firudin İbrahimi, onlar inqilabi ruhuna görə daha ötkün, daha inatkar insanlar idi. Ancaq Pişəvərinin ziyalı görkəmi, Pişəvərinin Şurəvidə, yəni Güneylilərin təbiri ilə deyirəm, vaxtilə çalışması, siyasətdən, ictimai proseslərdən hali olması, ədəbi jurnalistikası, publisistikası, bütün bunlar və eyni zamanda çox vacib olan bir məqam kimi vurğulayım ki, 10 il Rıza Şahın Qəsr-i Qacar zindanında ən əsası bir zindan idi. Məhbəs həyatını yaşaması Seyid Cəfər Pişəvərini bir addım önə çıxarmışdı. Əziz qardaşlar, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedik. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaqdır. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizəsi.
Torpaq, o mənimdir, onu mən özüm üçün becərirəm deyə bilmək nə böyük səadətdir. Kəndlilər yer ölçənləri gözləməyib, torpağı bölməyə başladılar. Onlar torpağı adi kəndirlə ölçüb bölürlər. Bu A hərfidir. Əlifbanın ilk hərfi. Xalqın ən əziz, ən qiymətli hesab etdiyi üç gözəl söz bu hərflə başlayır. Azadlıq, ana, Azərbaycan. Azadlıq. Bu qadınların əziz balalarına da öz dilində təhsil almaq imkanı verən yenə də azadlıqdır. Hələ bu yaxınlara dək Azərbaycanlı uşaqlar məktəbdə ana dilində danışdıqları üçün cəzalanırdılar. Bugün isə onlar ana dilində şair Biriyanın şeirini yazırlar. Dekabr 1945-ci ildə demokratik hökumətimiz fəaliyyətə başladı. Hökumətin baş naziri Seyid Cəfər Pişəvəri idi. Onun Daxili İşlər naziri Doktor Salamullah Cavid, Maarif naziri Məhəmməd Birya, şair Məhəmməd Birya idi. Məhəmməd Biryandan danışanda həmişə onun bir xatirəsini, Sovetlərin xəyanətini gözəl tərənnüm edən, gözəl şəkildə təcəssüm elətdirən bir xatirəsini xatırlayıram. O 22 il sürgün həyatı yaşamışdı, yəni dərbədər olmuşdu. Onu göndərmişdilər Sibirə 2 dəfə və 60-cı illərin sonlarında Bakıya qayıtmağa icazə vermədilər və Şamaxıya qayıtmışdı. Şamaxıda 9 may paradlarının birində onun əlində bir lövhə var idi. Orada yazılmışdı ki, yaşasın faşizm. O lövhəni Birya yuxarı qaldırır, çaxnaşma düşür, onu uzaqlaşdırırlar paraddan və Məhəmməd Biryaya irad tuturlar ki, bu nə yazıdır? Şair Məhəmməd Birya, ipək sapa yatmayan bu fədai də şirin cənub ləhcəsində demişdi ki, baba, siz bəyən faşist dəyilsiniz. Hər gün bir mühüm yenilik gətirirdi. 1946-cı il iyun ayının 12-sində Təbrizdə birinci darıxılın açıldı. Birinci rektor burada ilk tələbələri ilə görüşdü. Bu, birinci rəssamlıq məktəbidir. İran-Azərbaycanı yazıçılarının ilk dəfə Azərbaycan dilində çap edilmiş əsərləri və dərs kitablarıdır. Təbii ki, bir il ərzində demokratik hökumətin uğurları böyük oldu. Milli teatrımızın yaranması, milli radiomuzun fəaliyyətə başlaması, radionun sədr müavini şair Balaş Azəroğlu idi. Filarmoniyanın yaranması, gənc 22 yaşlı Əli Tudənin filarmoniyanın rəhbəri olması, bütün bunlar hamısı, qəzetlərin çıxması, Vətən yolunda, qəzeti türk dilində, Cövdə, Demokrat və s. kimi qəzetlərin yaygın şəkildə nəşr olunması, eyni zamanda ana dilində təhsilin verilməsi milli hökumətin ən böyük uğurlarından sayıla bilər. Bəzi qərb tarixçiləri bir illik demokratik hökumətin uğurlarının miqdarını yarım əsrlik uğurlarla eyni demək paralellər aparmış, bildirmişdik, bir ildə qazandığı uğurlar başqa dövlətlərin yarım əsrdə qazandığı nailiyyətlərlə birgə hesablanmalıdır. Bütün bunlar 21 Azər hərəkatının eyni zamanda bizim milli hökumətimizin mütərəqqi təyinatından irəli gəlir. Onların, yəni oradakı hökumət üzvlərinin ziyalı,
savadlı, təhsilli olmasından irəli gəlir, həm də bu insanlar fədakar insanlar idi ki, bir il ərzində belə bir hökumət yarada bilmişlər. Məktəbim var gözəl pəri, ürəkdə pünhan olmasın. Məktəbim var gözəl pəri, ürəkdə pünhan olmasın. Şirin sözüm məhcamanın, əlimi aldı kamalın. Mənə göstər o ləblərin, ləbləri mərcan olmasın. Ləbləri mərcan olmasın. Məktəbini danışılan, məktəbini danışılan. Ağır otur, ağır dolan. Mənə dizildi, aşk ötürdü, söz dizildi merdana. Mənə dizildi, aşk ötürdü, söz dizildi merdana. Bu sözümüz, söhbətimiz, dillərdə dəstan olmasın. Mən bir xəstə, sən bir oğlan, belə kəskin qan olmasın. Təəssüf ki, gizli sövdələşmələr, Qəvam Əsəltənənin Stalinlə sövdələşməsi, ona neft ixracatı ilə bağlı olan müqaviləsi və s. bütün bunlar böyük Türk dövləti, Azərbaycan dövlətinin görmək istəməməsi, xarici qüvvələrin, yerdəki çox təəssüf ki, xəyanətlər və bütün bunlar hamısı milli hökumətin süqutuna gətirib çıxardı ki, bu da taleyin acı ironiyası idi. 1946-cı ilin dekabrın 12-sində 21 Azər günündə də hökumətimiz süqut elədi. Təbrizin simasını yenə də kədər və qəm buludları bürüdü. Zindanlar yenə də doldu, məhbusların ağızları ölkəni bürüdü. Yenə də İran və Azərbaycan xalqlarının səadəti üçün çarpışan qəhrəmanlar zindanlara atıldı. Məclisin sədri şəbisləri və əyalət valisi Doktor Cavid həbsə salındılar. General Kəbiri asıldı. Prokuror İbrahim Firudun öldürüldü. O ölümü qəhrəmanlıqla qəbul etdi. Düşmənlər onu asdılar. Möhtərəm və fəziliyyət sahibi Qazi Məmməd artıq yoxdur. Atəşin natiq və gözəl insan Azad Vətən də asıldı. Və bir çox başqaları da asıldı, öldürüldü, məhv edildi. Xəyanət və fitnə aləmi bürüyür, xalqın yurduna, yuvasına od vurulub yandırılır. Hər yerdə ölüm, hər yerdə qan. Söhrab Tahirin şeiri isə mənim fikrimcə bizim ayrılığımızın, həsrətimizin bir poetik lövhəsini ifadə eləmiş olur. Dərdi dərd bilmişdi elimdə mənə, ağladım bir naşşı güləndə mənə, heç kəs ağlamasın öləndə mənə, mən heç vaxt, heç zaman ölmərəm daha. Azad qardaşım var, onunla xoşam, mən gərək sahili sahilə qoşam, iki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha.